Qorxmursuz Allah'tan. İndi də var da. Aşura günü toy eləyin, problem yoxdur. Ged elə, neyəcəksən İmam Hüseynə sən? Mənim gəsəm bir toy elədin və salam, mən unuttum İmam Hüseyni, ha? Yadımdan çıxartdım İmam Hüseyni, ha? Ay yazıq, qorxmursan Allahın qəzəbinə düş gələrsən. Yüzlərlə də gələnlər olur. Qorxmursan bundan, özün bilərsən. Sən Hüseyin ibn Əliyə heç bir ziyan vura bilməzsən. Allahın höccətidir. İmam sonunda bir söz dedi. Hakemallahu beynena ve beynehum. Allah bizimle onlar arasında hükmetsin. Allah bizimle onlar arasında hakim olsun. Biz de buradan İmam Sadiq ağamızın bir nökeri olarak deyirik. Allah bizi de İmam Hüseyin nökeri olarak bizimle o növ insanlar arasında özün hükmeyle hak olanı hakkını özün ehsan.